Quran-ı Kərimdən böyük şirkə olan bəzi misallar. Keçən dərsimizdə duada olan şirkə misal çəkdik. İkinci misal isə insanın iradə və istəyində, qəsdində olan şirkdir. Uca Allah belə buyurur: "Mən kana yuridul hayatad dunya və zinataha nuwaffi ilayhim a'malahum fiha və hum fiha la yubkhasun. Ulaikellezina laysa lahum fil ahireti illan-nar, habita ma sana'u fiha və batilun ma kanu ya'malun." Kim dünya həyatını və onun bərbəzəyini istəyərsə, onlara əməllərinin əvəzi dünyada tam verərik. Və onlar orada zərər çəkməzlər, yəni dünyada zərər çəkməzlər. Belələrinin axirətdə oddan başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri əməllər boşa çıxmış və etdikləri əməllər də puç olmuşdur. Burada da insanın yalnız dünya həyatını qazanması üçün etdiyi əməllərdən gedir. Və Uca Allah ona bu dünyada sağlamlıq, əmin-amanlıq və ruzidə genişlik verər. Dünya üçün etdiyi əməllərindən heç bir şeyi naqisləşdirməz. Və burada da niyyətdə qəsdi olan şirk nəzərdə tutulub. Bu cür rəzil bir niyyətlə vəsf olunanların axirətdə oddan başqa heç bir payları olmadığını Uca Allah bəyan etmişdir. Həmçinin axirətdə də onların etdiyi əməllər puça çıxar, çünki niyyətləri yalnız dünyanı qazanmaq olmuşdur.